Salam aleykum, yeni vlogumuza xoş gəldiniz. Salam aleykum herkese. Necəsiz? Yolumuz haradır? İndi yox, yəni sabah. Hələ deyəndə bugündən başda, hələ sonra sabah. Mən deməyək, birazdan deyəlim. Hə, indi hal-hazırda saat elə bir ki ayın tarixi ayın 10-udur. Əbəlfəz burdadır. 10-udur. 2 dəqiqə sonra ayın 11-inə keçir. Bu arada 14 iyunda Kənanın ad günüdür. Məni təbrik edin. İndidən təbrik edə bilərsiniz. Biz vlogu qoyanda yəqin ki 14-nə yaxın bir günlər olacaq inşallah. Gecə ilə əvvəl Hüseyn evdədir, yorğun idi deyə, bugün ad günü idi, yorğun düşüb deyə yatıb, nənəsi ilə evdədir. Bu əvvəlfəz bizi həmişəki kimi yatmadıq üçün. Niyə çəkirsən? Nə bilim. Niyə çəkirsən? Yatmadığı üçün elə bil ki bizlə gəlir. Biz də gedirik Bravoya alış-veriş eləməliyik. Çünki lakin Hadi. çünki niyə alış-veriş edirik? Sabah inşallah rayona gedirik. Afirem ev tutmuşuq. Afirem ev tutmuşuq. Afirem evdə qalmağa. Basen İnşallah. isti hovuzlu evdir. Ne gördüm? Əvvəlfəz bir dənə deyən. Yəni deməli isti hovuzlu evdir, Afiremdir. Sabah inşallah Çəkiliş edər. çəkiliş eləyəndə görəcəksiniz. Çox möhtəşəm bir evdir. Qiyməti də vlogun ortalarında açıqlayacağıq və yaxud da kommentdə bildirərik. Olarmı öyle? Yəni möhtəşəm bir evdir. İstəsəz əlaqə nömrəsini yerləşdirərik. Yaxşı bir yerdir. Mən baxmışam. İnşallah Sahibi də siz görəcəksiniz. güvenilir insandır. Bəli. Adamlar var ki, məsəl üçün beyhatırsız fırıldaqçılıq edir falan. Telefonu söndürür, gedir, camaat qalır rayonda bilmir hara getsin. Ancaq bu yəni elə bir insan deyil, etibarlı bir insandır həqiqətən. Mən danışdım, yəni şahid oldum. Mənə hətta getdi evdən görüntü açdı ki, yəni həqiqətən bu evi mən verirəm oraya. Bir də ki, basen zadı göstərdi ki, dərmanlayırıq biz hər müştəri çıxanda, xlor atırıq. Tabletkalar atmışdı belə yumru-yumru, onu göstərdi söndürüldü. Uzun sözün qısası gedirik sabah üçün bazarlıq eləməyə, çünki orada manqal, samavar falan hər bir şey var. Bravoya gedirik. Yəqin ki orada da Özümüz biraz orada çəkiliş istəyirik eləyərik. ki, düşdüş eləyək, yəni produkt alaq, ərzaqlar alaq orada. Orada bir gün qalacaq. Ola bilsin xoşumuza gəlsə bəlkə 2 gün qalaq. Və yaxud da bir gün qalıb çıxıb sonra gəzmək. Aha, gəzəcəyik ya da ki bütün gün ərzində axşama qədər. 2 gündə elə bir 2 gün rayonda olacaq. Belə bir gün gəzmək, bir gün qalmaq. Gördüm. Görüm nələr eləyir. Özü də deyir ki gördün. Hə, indi Bravoda da yüngülvari nələr alırıq, biraz çəkiliş eləyərik. Daha sonra səhərsi gündən davam eləyərik inşallah. Bu arada onu da deməyi unutdum. Getməyimizin, yəni belə tez getməyimizin səbəbi Kənanın işləri olur deyə bilirsiniz ki, videoqrafda çəkilişləri var deyə. Ona görə 14-ü yox, 11-inə salmalı olduq. 2 gün ərzində gəzinti aparacağıq inşallah. Belə bunu da bildirmək istədim ki, deyirsiniz birdən niyə qabaqçadan gedirsiniz, yəni iş səbəblərinə görə. Birazdan görüşərik. Su verirsən. Gör nə götürüb onu. Ya onu götürmə, qoy yer. Yaxşı. Almaq istəyirsən? Neyniyəcəksən oyunu? Onu neynirsən, başa sal xalalara. Yox Mən göstər getdim necə olur o. Göstər. Yox suyu belə eləyirsən, neynirsən? Danış görüm necə eləyirsən? Suyu necə eləyirsən? Hə. Sonra belə vurursan, suyu atır. Hə. Doldurursun. O nədir? Yazılıb da deyə orada oxur da. Hə. Bu nədir? Yaxşı da. Hə, başa salır da. Hə. Belə eləyirsən. Şarlardır, bu nədir? Doldurmaq üçündür. Nə doldurmaq? Şarı. Yaxşı metoddur, şarı doldurmaq. Necə şarı doldurmaq üçün? Adər içində balaca şarlardır. Bunu da belə bilsən, ağzına keçsən doldurursan da şara hava vurur içinə. Yaxşı metod fikirləşib kim buraxıbsa bunu. Bilmədim, içində şarlar var balaca. Düzdürmü? Onu keçirdirsən bura, qaydan yeri var, görsən? Şarı çıxardıb, içindəki şarı. Hə, çıxardırsan, keçirsən bura, belə eləyirsən şişir, sonra tutursan bağlayırsan. Nə mənası var ki? Meyvə qabıdır. Yəni sən nasos axtarırdın bir ara şar şişirməyə. Hə, bildim. Meyvə qabıdır bu, nə qəşəng. 4 manata düşüb. Neçədir? O birisi nə qabıdır elə? Naxnekdir, az. Meyvə qabı qəşəngdir. Getdi.
Qəşəngdir bir sən niyə su qalmır? İstersen su qalır, xərab olur. Buzqabı. Buzdolabı. Bizim tavada. Açıda suyu da var. Bu da şeydir, sumka. Bu nədir? Yesin. Kokma. Hava vuran da yesin. Gedək. Yavaş. Bunlardan çok hoşuma gelir. 50 manat. Qarpıza baxın, 99 qəpik. Qəşəng şirin idi amma keçən dəfə Kənan almışdı. Şirin idi. Sən nə istəyirəm? Çal ərik. Şey var, nə deyirlər ona? Çaqqana deyirlər, nə deyirlər? Mən bilmirəm, yeməmişəm elə şeylər. Bu əvvəl çal ərik yerdi uşaqlıqda. Yetişməmiş əriyi dərirdi, ağacdan çal idi. Duzlayıb yerdi. Sən yadında qalmır. Mən elə şeylər yeməmişəm. Olsa onda uşaqlığı keçirməmsən ki. Əgər onu yeməmisənsə, sən uşaqlıq deməli keçirməmsən. Vay dədə, yaxşı. Gəl. Allah hamd olsun. Bir dənə dadlı oldu. Tuş. Deməli. Bunlar dadlı olur. Bir dənə kulok ver. Meyvə alaq da biraz ora. Atanı. Elə yox, elə yox, elə yox. Biraz orada kulok götürür yarın. Nə götürürsən? Nara bax, ona boydadır. Ən sevdiyim şokolad. Nara baxın nə boydadır. Nar var mı? Biri yarım kilo deyir. Qiyməti neçədir? 13 manat. O neçədir? 3.50-yə? Elə də alam yoxsa bir də şey sabahlık alır. Əşi neysən? Sabahlık alır. alır. Biraz da bir gün şey qalar sana. Onlar biraz. Belə əriyi götürmürsən? Cavabı çıxdı. Cavabı neçədir? Cavabı hələ ki bahadır. Bunlar dadlı olmur. Bir dəfə Qəbələdə idi. Cavalı verdilər bizə 1 manata bir karotka. Yadındadır. Karotkası 2 manat. 2 karotka verdi. Bizim izləyicimizdir o xanım. Hə, doğrudan bizim Sonradan izləyicimizdir. bizi tapmışdı. Onun evinə də gedərik, doğrudan əgər varsa qalıbsa. Nömrəsi qalıb səndə? Ayda buradan izləyirsə o xanım bizi zəhmət olmasa bizə kommentdə yazar necəsə. Nömrəsini götürərdi. Ya burada bizdə nömrə var profildə, hə? Mənim nömrəmdə, mənim nömrəm. Qoymamışıq yoxsa? İş birliyinə alırsan, qoymuşuq axı. Oradan əlaqə saxlasın da bizlə, xahiş edirəm. Çünki biz gəlmək istirdik yenə. İndi Qəbələ basenin evə gedirik. Sizdə basen yox idi də, səhv eləmirəmsə. Ona görə bizlə əlaqə saxlayar, sonra da gəlmək istirdik. Əbülfəzanı. Əbli. Bura gəl görüm. Ana bu göz gedib ara. Gəl bura. Bura gəl. Bura gəl, gedirik, gəl. Gedib gör nədən yapışıb bax hepsindən. Getdik. Yenə başladı bax. Bunun qiyməti budur. Ceyri pandır. Var dadlı olur ha. Eləsi var, doğru eləsi var yox. Adet çıxardılar da içindən yəqin o. Götür də ikisini götür bəsdir. Xiyar. Soğan. Olmaz. Yox. Alma. Yox. Ziyandır. Görürsünüz, aparıb qoyur yerinə. Ağıllı balam. Soğan götürək. Bilmirəm. Nə yığırsan? Kilo salça. Kilosu oradan da ala bilərdik əslində. Prosto oradan yanmağa. Qaydanda ev üçün baxarıq. Nə? Basenin qırağında. Götürən kivi götür. Şey alçıq şirin idi, gətirdin o qədər. Ananas lazım deyil. Az götür Kənan, 3 dənə falandır. 3 dənə götür. Çox götürmə. Ananas. Ananas lazım deyil, gəl. Armud. Neynirsən, gəl. Hüseyin düzdür, xoşduyur, amma ki. Armudun da dadı olmuş. Hə. Bunu mən çox sevirəm.
çayla içməyə. Yana kruvasan. Ben de keter. Et alırıq, Kənan şey alır, antrikoti. Salam aleykum, ikinci gündən biz hal-hazırda yoldayıq, deməli. Dediyimiz kimi rayonun adını demişdik, hara gedirik? Bilmirəm. Yadımda deyil. Yox. Yadımda deyil, saçımı düzəltdim. Külək dağıdım. Şeyinim burada. Yolumuz Qəbələdir. Nə kəndi? Əbəlfərşmoqdur. Yoxsa Vallahi yadımda duyuruq. Orada yazılmıyor. Orada yazılmıyor. Yox. Hal-hazırda Şamaxıdayıq, Şamaxıya çatmışıq. 1 saat 32 dəqiqə saatımız qalıb. 83 kilometr yolumuz qalıb. Belə. İnşallah. Biraz elə səhər yuxudan duran kimi heç inanın səhər yemək yeməmiş çıxmışıq. Biraz maşında atışdırdıq. Gedib inşallah orada kebab pişirəcəyik. İnşallah gedək. Birazdan yolda da yəqin yenə çəkiliş eləyəcəm. Bura haradır? Şamaxıdan çıxmışıq. Şamaxıdan çıxmışıq. Şamaxıdan çıxmışıq ha. Bura Muğanlı İsmayıllı yolunda. Elə bir Muğan İsmayıllı. Görələ şeydir. Dağlar. Eve çatmaq istəyirik, bir dənə çataq evə. Yorğunum. Özümüzə gələk, bəlkə çıxarıq. Aydan başı şey eləyərik. Bir dənə tərsliyə baxın, qapını açırlar, qapı açılmır. Fırlanır, fırlanır, açılmır. Evi yasa aça bilmir qapını. Hələ ki gözləyirik, qapı deyəsən dəyişilməlidir, açarıq. Və budur, biz gəldik, evimizə çatdıq, baxın. Burası bizim evimizdir. Girib içərisini falan göstərmişsə. Burada belə bir yerləncəyi var. Yeyə danışıram. Baxın, girişi belədir. Buradan girişdən girdiniz. Belə dağınıqlığa baxmayın. İstirahətə gəlmişik. Ona görə də hər şey stol üstündədir. Yeyirik, içirik. Oturmuşuq. Həm də abur-cuburlar falan da elə meyvədir stolun üstündə qoymuşam. Uşaqlar gedir, gəlir, yeyir. Televizoru var. Bir dənə belə bir xaladenik falan hər şey var. Paltaryon. Belə bir sanuzeli var. Qapısını bağlayaq. Ondan sonra burada belə bir divanı var oturmağa. Burada belə bir otağı var. Uşaqların paltarları şey, kravatın üstündədir deyək. Belə çəkirəm. Daha sonra baxın belə. Baxın. Görürsünüz şifanyeri falan. Sonra buradan gedirik belə. Yenə həmən görüntü, həyət. Pləkanlardan çıxırıq yuxarıya. Yuxarısı istidir, dəhşət istidir. Yuxarıya çıxmaq qeyri-mümkündür. Burada belə bir divanı var. Baxın, həyət görsənir oradan. Sonra burada yenə belə bir yataq otağı var. Gördünüz. Belə.
Ondan sonra burada bir tane de sanuzeli var. Sen demə burada şey var imiş. Kondisioner. Biz de istidən ölürük bayaqdan. Burada da belə bir sanuzel. Birazdan yəqin ki Nohur gölə gedəcəyik axşam tərəfi. Bu həyətidir. Gördünüz, bura həyətdir belə. Uşaqlar oynayır havuzda. Mənzərə belədir. Çox qəşəngdir. Yəni ki, buradan qətiyyən görsənmir havuz falan. Belə yaşıllıq, həyətdə çox superdir. Bu arada biz gəldiyimiz bu günləri günü 150 manatdır. Amma qiymətlər dedi qalxacaq. Çünki get-gedə istirahət günlərdir deyə. Qiymət dedi olacaq. Çox güman ki 200-250. Hətta biz 200 demişdilər bizə. Sonradan qiymət biraz endirim oldu. Belə bir şey. Gördünüz, çox qəşəngdir. Həqiqətən də gəlməyə. Əvvəl burada oturub. Sen burada. Baxın, həyətimiz də belə. Maşını saxlamışıq, Əbərfəz. Qəşəngdir Əbərfəz. Bax mənə. Biraz su çox ətsindən artıq isti eləyiblər. İsti hovuzdur. Ona görə Kənan boşaldır ki, biraz soyutsun havuzu. Gəlmişik Nohur gölə. Hə, aşkım gördün. Təzə şeylər var Nohur göldə. Aleykum salam. Karting var Nohur göldə. Bak karting. Ona bax, şara bax. Görün neler var. Maşa Medvedin evi. Sen bu yadındadır, buradan sürüşürdük. Aşağıya. Birinci buna gidəydi. Ne salardık şu önceye bura? Bura Ceyhunla gəlmişdi. Dey buralara ver. Bura Ceyhunla gəlmişdi. Hə. Amma birinci ora minə bilərik. Hə, sən də. Hə, baxarıq. Gəldik. Gedin. Sıxırlar. Əbəlfəz, Hüseyin. Bunlar da bizim şəhərimizin qonaqları. Ərəb turistlərdir. Qardaş işlədir buranı. 2 manatdır bir nəfər. Deməli, Əbəlfəzlə Firuzə Hüseyin tək sürüşür, Əbəlfəz yox. Dediyi ki, qucağında o, dedi qucağa icazə yoxdur. Remenlə bağlaya bilər. Oy, maşallah. Firuzə ilə də Əbəlfəz yanı var da. Gəlirlər. Deməli, bunun ən kulminasiya nöqtəsi bunun buradır. Ki sonra yürü. Ben qoy gəlsinlər. Orada hazırlanırlar. Orada hələ hazırlanırlar. Bak. Şurasına bak. O yerlərə var. Yok, orada fırlanır da altında şeyler. Bunlar o yumrular fırlanır. Şarap varır. Biz aşağı oldu ona göre. Gel gitti. Mamanın paltarlarına bak Ayşanın. Gel. Sen gel. Bak canavarları var. Dovşanı var. Maşınına bak. Gel bak maşınına. Tez gel. Yo, el vurma. Canavarın maşını var ya onlardan da. Bu ağrı pətəkləri olur. Orada midvidin. Gel, əlbi mənə ver. Gedək gəzək. Ha. Gel. Gel. Sağ ol. Bak. Qablarının zadına bak.
Ayısı boyun yoxdur deyəsən. Bax. Bax, burada oturur ya ayı. Otur, şəklimi çəkim. Bax mənə, otur, bax mənə. Belə tut. Əbiş, belə tut, bax mənə. Tez. Mənə bax. Gəl bax, telefonu da götür bax. Televizoruna bax. Hı? Yuxarı çıxmaq olur. Yoxsa yoxdur da işlə. Ha, prosta kravatı var. Siz baxın. Gedin baxın, gəlin. Get də get, buradayım, get. Get. Çıx. Bax mənə bura, Əbəlfəz bura bax. Gəl. Xoşa gəldi. Ged orada da deyən şəklinizi çəkim. Aa, ged otur içində. Nossa. Nerede o çiyələk? Gel, gidelim. El eləyim aşağıya. Əbəlfəz, Baka ilə gedək. Baka ilə. Getdik, gel. Bu da mənzərə. Görün mənzərəyə baxın, nə qəşəngdir. Həqiqətən Qəbələnin gözəl mənzərəsi var. Həmişə. Buran Nohur göldür, olanlar bilir. Təmiz şeyin ətrafındadır, dağların. Görünə qoy da dağların ətrafı. İçindədir, göldür. Burada bayaq Firzəgilin sürüşdüyü yerdir. Burada da belə sok satırlar. Bayaq buradan qəşəng sok aldım. Bilmədim kompotuydu, nə idi. 1 manata verdi stakanını. Şimdi göstərərik. Gazlı değil. O suyu qazdı. Gazlı da. Acı gazlısı istiyorum o. Gaz toplasın o da. Ve de tutsun. Gazsız eləyə suyu qazdı. Al ondan işte, de ondan al. Onun üstüne bu. Bir qazdı. Qazlıdır da şeyin. Az bu toplayacağım. Sen ya. Özü bilir. Biz içmişik uşaq vaxtında. Bakın. Bakın. Nətərdir? Bakın. Ver o da baxsın, içsin, baxsın, içsin. Yaxşıdır da. Hə? Bax, əvvəl Buna bax 3 dənə sən Allah düzüblər bura. Akassa bu yuppiymiş. Birini 1 manata satırlar. Burada da içinə deməli vişnəli yox etsə vişnə böyle batırırlar. O birisinin də içinə limon, apelsin görmədin, dilimləyib atırlar ki, biraz da onun dadı çıxır. Başa düşdün? Aha. Uşaqlar burada 2 manatdır bu. Neçə dəqiqəsi? Nəyin 5 dəqiqə? Soruş da. 5 dəqiqədir. 10 da olsaydı indi 5 oldu. Ne deyirsən? 10 dəqiqə harda?
Gözlə, gözlə, onu qoşsun. 5 dəqiqəsi 2 manat. Yaxşı da şəhər yeri. Haralardayıq? Şey qoyublar, amma spasat şeyi. Ona bax. Ha? Deməli təhlükə var ki, qoyurlar. Üstünə aşağı bir. Bu toqquşum olan ha. Yox, çevir. Əbiş, necədir? Yemeğini biliyorum. Ha bu döndü. Allah'a sen biliyorsun. Söyle dedi. Maraş dondurması yeyirəm. Əbəfəz yağlı yemədim. Sen bırak o yana, o yana. Mənzərəyə baxayım. Aktayır o kırmızı daireler çek. Baxın, mənə şəkil çəkirəm. Baxırım. Bunu şey baxırlar. Davay, çək. Sen bax. Əbiş, git atanın yanına. Suda. Atı burada. Orada şəkli çəkim. Gel. Bırakma da bir yana. Bırakma da, getmək istəmir, yaxşı şəkil çəkir. Sən mənə çək. Mənzərəyə baxaq. Tralalala tralala. Balığa bax. Yalan demə. Yıxılasın. Yalan demə. Allah balıcı bir şeydir. Orada o. Allah'a Görsənir görün. Yalan demə. Onu görmürəm. Görsəydim göstərərdim izləyicilərə də. Suyun üzündə gördün. Ən mənzərəli rayonlardan biridir də. Düzdür, Azərbaycanın hər yeri gözəldir, ancaq hər rayonun öz gözəlliyi var. Sabah hələ şəkildəyik. Buranın da xüsusi gözəlliyi var. Ona baxın görün nə uçur. Təyyar yox şiri burada. Getdik. Döndər çıxacaq bir yandan. Qiyməti neçədir? 10 manatdır. Hə. Yazlıq turistlər üçün 25. Ama buradasın. Telefon çəkilişi də ki, möhtəşəm də. Deyirdin yaxşı deyil, buna bax. Oranı sən görmürsən, necə çəkir. Yaxınlaşdır. Balık olacak. Balalar görəsən. Durdurun mama. Kosu dedi. Gəldik, indi oturduq qutab yeməyə. Baxın, burada hazırlayırlar.
Babam da oyunu gösterərsən. Mahmud'un reis çalıştı. Buna necə yaxınlaşdı? Bizim kitablarda da deyəsən. Ərəblər də oldu da konkret. Bir kitab 3 manatdır bu arada. Getirdi itma. Bir dənə verərsin. Ben balaca resim La, nə? Balaca kola. Balaca kola yoxdur da deyir. Aslında 2 saatte filmlere baktım. Hatta bir açıyordu da o verdi. Şisa yere dedi bize. Soyuq da üşüyə bilər. Ben de davet ederim valla. Ne oldu? Abi yok desen tez yürü. Davet edersin. Uşaqlar sudan çıxmaq istəmir nazır. Atı böyle tamam. Davetsen. Canlı yox, video çəkirəm. Davetsen. Bu da bizim samavar. Çəkirəm. Kebap çekiyoruz. Kebap time. Kebab time. Burada da mangal. Bayaq da samavar içdik. Saat deməli deyim də 12-yə qalıb 20 dəqiqə. Güzel indi kebap pişirdik. Evdə yatıb dincəldi. Burada Burada yatdı yok. belə yerdə yatmaq olmaz. Yatsaq da 1-2 saat yatıb səhərdə tezdən durmaq lazımdır. Amma qəşəng görüntüsü var, huzur verici, aferin. Hə? Mən elə bir şey necə sən deyim, xarici evləri xatırladım. Məsələn üçün Amerika evləri falan bu belə. O tərzdə, o stildə elə. Amma imkanları bir dərzi üçün belə bir rayonda. Hə, bu belə bəsdir, bax xudmani. Valla böyle lazım deyil. 2 dənə otağı var, bir dənə zalı. Hə, valla. Yəni 2 dənə ailə gəlsən qala bilərsən də belə deyim. Yuxarıda məsələn üçün o tualet salıblar ya sanın özü. O da yaxşı şeydir ki, məsələn yuxarıda qalan ailə aşağı düşməsin də, məsələn gecə. Bir də amma hamam yox da deyəsən orada. Ancaq ayaq yolu. Var, duşu var, deyəsən var. O yaxşı şeydir yəni. Yaxşı fikirləşiblər. Belə davam eləyək. İndi pişəndə birazdan görüşürük. Kebablarımız pişiyor. Kənan bayaqdan pişirmək istəmirdi. İndi deyirəm ki, iyi qəşən vurdu, acıdım. Deyir mən də. Bayaqdan hiss eləmirdik. Kebabını yıvıran kimi aclıq gəldi. Biz artıq gedirik, yola çıxırıq. Təhvil verdiyi evi tərtəmiz şəkildə belə olmaq lazımdır. Ona görə getdik.